Sonra biz bunu 3 yerə böldük. Rəşidi xəlifələr, Abbasilər, Rəşidi xəlifələr, Əməvilər, bir də Burada Abbasilər özün deyirsən, dövləti. xəlifədir. Dövləti idarə edən xəlifə deyirik. Hə. Tamam. Danışın Rəşidi. Başlayaq Rəşidi xəlifələr. Bəli, bizim xəlifələrimiz kimlərdir və Rəşidi xəlifələr dövründə hansı əsas hadisələr baş vermişdir? İndi deməli bu birinci Əbu Bəkir idi, sonra Ömər idi, sonra Osman idi, sonra da Əli idi. 632-dən 661-ə qədər hakimiyyətdə. Yəni sonra o vaxtı həm əvvəl Mədinə olub paytaxt, sonradan da Məkkəyə köçürüblər də. Belə bir şey. Sonra da bu Ərəbistanın, yəni bütün Ərəbistanın yarımadasını tutmuşdular, işğal etmişlər ərəblər. Bizansı məğlub etmişlər. 651-də Sasani süquta uğratmışdılar. Sonra Xəzərlərdən də mübarizə hərdə gedirdi. Birinci Bələncər 643-də, bir də ikinci Bələncər 653-də olmuşdu da döyüşlər. Yəni başqa bir şey. Başqa da ki, bir Şimali Afrikayı işğal etməyə başladılar.